151-ci sualda qeyd edir ki, Euler-Venn diaqramına əsasən düzgün fikirləri müəyyənləşdirin. Əvvəl qeyd edim ki, bu testimiz gördüyümüz kimi Venn diaqramı əsasında tərtib olunub. 1 ilə 2-yə zərfin xüsusiyyətlərini yazacağıq, çünki əvvəl sözü burada zərfdir. Ondan sonra ola sadəlik ağlıq, burada isə qoşmanın xüsusiyyətlərini yazacağıq. 3-ə isə hər iki nitq hissəsinin xüsusiyyətləri qeyd olunacaq. Ayrılıqda cümlə üzvü olmur. Zərf ayrılıqda cümlə üzvü olur. Bu variant yanlışdır. Əsas nitq hissəsidir, 2-yə baxırıq. Zərf əsas nitq hissəsidir, düzdür, 2-ni doğru olaraq qeyd edirik. 3 zaman mənası bildirir. Qeyd edim ki, əvvəl sözü burada zaman mənası bildirən zərfdir. Zaman mənası bildirən zərflər əvvəl, bayaq, dünən. Ondan sonra sözündə isə qoşma, zaman mənası bildirən qoşmadır. Biz qeyd etmişdik ki, qoşma ismin adlıq, yiyəlik, yönlü, çıxışlıq halına qoşulub müəyyən bir çalar yaradır. Gördüyümüz kimi, qoşma özündən əvvəl ismin çıxışlıq halını tələb edib. Bu düzgün cavabdır. Qoşmadır, zaman mənası bildirir. Əvvəl, sonra, bayaq, bəri bu tipli sözlər zaman mənası bildirən qoşmalardır. Ona görə də 3-ü doğru cavab olaraq qeyd edirik. 2, 3, 4-ə baxırıq. 4-də də qeyd edir ki, köməkçi nitq hissəsidir. Deməli, qoşma bəli, köməkçi nitq hissəsidir. 4 olaraq da düzgün cavab götürürük. 5-də də qeyd edir ki, ayrılıqda cümlənin zərfliyidir. Xeyr, bu yanlış fikirdir. Çünki qoşma yeganə köməkçi nitq hissəsidir ki, qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Ona görə də 5-də ayrılıqda cümlənin zərfli yazıldığına görə bu cavabı biz yanlış cavab olaraq götürürük. Testimizin düzgün cavabı 2, 3, 4-dür.